Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Hər birinizi salamlayıram. Gününüz xeyirli olsun inşallah. Mövzumuz İslam əqaididir. Keçən bəhsdə biz ümumi peyğəmbərlik barəsində danışdıq. Peyğəmbərlərin peyğəmbərlik dəlilləri, möcüzə, onların məsum olması, bu kimi məsələlər barəsində siz əzizlərlə qısa olaraq müzakirə etdik. Ümumən İslam ilahiyyatında peyğəmbərlik məsələsi iki formada, iki ad altında müzakirə olunur. Onlardan biri nübüvvət-i ammə adlanır, yəni ümumi peyğəmbərlik. İkincisi isə nübüvvət-i xassə, yəni xüsusi peyğəmbərlik. Nübüvvət-i ammə və yaxud ümumi peyğəmbərlik adı altında peyğəmbərlik barəsində müzakirə olunan, lazım olan məsələlər müzakirə olunur. Məsələn, möcüzə, ismət və s. Amma xüsusi peyğəmbərlikdə isə biz hər hansı bir peyğəmbər barəsində danışırıq. Təbii olaraq İslam mütəkəllimləri və ilahiyyatçıları xüsusi peyğəmbərlik mövzusunda İslam peyğəmbəri Həzrəti Muhammed sallallahu aleyhi və səlləmdən danışırlar. Burada, yəni xüsusi peyğəmbərlik məsələsində İslam ilahiyyatçıları peyğəmbərin möcüzəsi, məxsusən Qur'an-ı Kərimin möcüzəsi olmaq məsələsindən danışırlar. Əvvəlki peyğəmbərlərin İslam peyğəmbərinin gəlişinin müjdələməsi, onun barəsində xəbər verməsi məsələsinə toxunurlar. Və eyni zamanda burada xatəmiyyət məsələsinə işarə edirlər ki, İslam peyğəmbəri peyğəmbərlərin sonuncusudur. Və eyni zamanda bu məsələnin belə deyək, davamlı olaraq İslam peyğəmbərinin dininin qlobal olması, ümumi bəşər olması məsələsinə işarə edirlər. Demək, xüsusi peyğəmbərliyin mənası yalnız İslam peyğəmbərindən bəhs etmək deyil. Ola bilər biz burada Həzrəti İsa'dan danışaq, Həzrəti Musa'dan danışaq. Lakin İslam ilahiyyatçıları İslami məsələləri nəzərə alaraq, yəni İslam dinini nəzərə alaraq burada yalnız Həzrəti Muhammed Peyğəmbər barəsində danışmışlar və Peyğəmbər barəsində olan məsələlər də dediyimdir, Peyğəmbərin möcüzəsi, əvvəlki Peyğəmbərlərin müjdə verməsi, Peyğəmbərin xatəm olması, yəni sonuncu olması və eyni zamanda İslam dininin qlobal və ümumi bəşər olması məsələsinə işarə edirlər. Burada önəmli məsələlərdən biri heç şübhəsiz İslam peyğəmbərinin gətirdiyi möcüzədir. Baxın, biz bilirik ki, 5-ci əsrin sonu, 6-cı əsrin əvvəlləri bir şəxs iddia edir ki, mən Allah tərəfindən sizin hidayətiniz üçün göndərilən peyğəmbərəm. Tarixi cəhətdən bu şəxsin adı olur Muhammed sallallahu aleyhi və səlləm. İndi sual budur ki, o dövrün insanları və biz nəyə əsasən Həzrəti Peyğəmbəri Peyğəmbər olaraq qəbul edirik? Bunun üçün heç şübhəsiz bir dəlil lazımdır. Dəlil də həmən şəxs tərəfindən öz iddiasına uyğun gətirilməlidir. Yəni, həmən şəxs ki, deyir ki, mən Allah tərəfindən göndərilmişəm, bu iddiasına dəlil təqdim etməlidir. Və bu dəlil elə bir formada olmalıdır ki, həm öz zamanında keçərli olsun, həm də növbəti nəsillər və əsrlər üçün. Biz görürük ki, ümumi olaraq Peyğəmbərin iki formada öz iddiasına dəlili var. O dəlillərdən biri budur ki, əvvəlki Peyğəmbərlər, ümumən İslam Peyğəmbəri dünyaya gəlməmişdən qabaq, öz ümmətinə bir bəşarət olaraq, müjdə olaraq bildirmişdi. İstər Həzrəti Musa əleyhissalam olsun, istərsə də Həzrəti İsa əleyhissalam olsun. Öz ümmətinə, özündən sonra gələcək Peyğəmbər barəsində müjdə vermişdilər. Biz bunu tarixi cəhətdən də araşdıra bilərik. Yəni, tarixdə həqiqətən də Həzrəti Musa, Həzrəti İsa belə bir müjdəni verib. Eyni zamanda Yəhudi və Xristiyan mənbələrinə müraciət edərək, məsələn, Tövrat, Tələmud, Yəhudi mənbəsidir, buna müraciət edərək bunun izlərini biz görə bilərik. Eyni zamanda Xristiyan mənbələrinə, İncillərə də müraciət edərək bunu görə bilərik.
və eyni zamanda Qur'an-ı Kərimin özü də bu məsələni bəyan edir. İndi deyə bilərsiniz ki, Qur'an bəyan edir ki, məsələn, İsa əleyhissalam öz qövmünə müjdə verdi ki, məndən sonra adı filan Muhammed və yaxud Əhməd olan şəxs gələcək. Axı, bu necə ola bilər bizim üçün hüccət olsun? Yəni, Qur'an-ı Kərim xristiyanların başçısı olan Həzrəti İsa'nın belə deməsini digər şəxslər necə qəbul edə bilər? Bu, müsəlmanlar üçün keçərli ola bilər. Digər şəxslər üçün necə keçərli olsun? Bunun cavabı sadədir. Baxın, bu ayə nazil olanda hər hansı bir xristiyan alimi, yəni bu işdən xəbərdar olan, çıxıb demədi ki, bu ayə yanlışdır. Bizim dinimizdə, bizim kitabımızda belə bir müjdə yoxdur. Bəlkə görürük ki, onlar, yəni İslam Peyğəmbəri doğulmamışdan qabaq Məkkəyə toplaşmışdılar. Niyə toplaşmışdılar? Çünki bilirdilər, bu torpaqdan sonuncu Peyğəmbər dünyaya gələcək. İstər bunu Yəhudilər də bilirdi, istərsə də Xristiyanlar. Bu ayələr nazil olanda nə Yəhudilər bunu inkar etdi, nə də Xristiyanlar. Bəli, şəxs olaraq Peyğəmbərin özünü inkar etdilər. Amma sonuncu Peyğəmbər gələcək və onun əlaməti nədir? Bunu heç bir formada inkar etmədilər. Demək, Peyğəmbər öz Peyğəmbərlik iddiasını həm əvvəlki Peyğəmbərlərin müjdəsinə əsasən isbat etdi, yəni əvvəlki din nümayəndələrinə və eyni zamanda bundan əlavə ona nazil olan Qur'an-ı Kərim vasitəsilə də öz nübüvvətini sübut etdi. Yəni dedi ki, mən Allah tərəfindən gəlmişəm və mənim bu iddiamın dəlili bu Qur'an-ı Kərimdir. İndi Qur'an-ı Kərim hansı formada Peyğəmbərin Peyğəmbərliyini təsdiq edir? Baxın, hər bir möcüzə öz zamanının düşüncə, mədəniyyətinə uyğun olmalıdır. O dönəmdə də biz baxırıq, görürük ki, Ərəbistan yarımadasında əsasən insanlar şeir, söz və buna bənzər məsələlərdə daha məşhur idilər. Yəni söz sənəti, bəyan sənəti daha məşhur idi. Və Qur'an-ı Kərim gəlir onların məşhur olduğu formada onlara iddia edir. Peyğəmbər gəlir deyir ki, Qur'an mənim möcüzəmdir. Siz ki, şeiriyyatda, ədəbiyyatda söz ustasısınız, mənim gətirdiyim bu Qur'anın müqabilində siz bir söz deyin. Yəni siz ədib olaraq, şair olaraq mənim gətirdiyim kitab qarşısında hər hansı bir söz deyə bilmirsiniz. Baxın, məsələ budur ki, buradan aydın olur ki, bu gətirilən Peyğəmbərin özünün də deyil. Çünki Peyğəmbər özü də bəşərdir də. Bəşər olaraq belə bir kəlam gətirmək qabiliyyəti yoxdur. Bu barədə İsra surəsinin 17-88-ci ayələrində, Bəqərə surəsinin 23-24-cü ayələrində Allah Taala söz açır və Peyğəmbərin dönəmində yaşayan şəxslərə tələb edir ki, siz də bunun kimi kitabı gətirin. Demək, Qur'an-ı Kərimin möcüzə olmağı bir cəhətdən onun ədəbi tərəfidir, buna fəsahət, bəlağət deyilir. İkinci tərəfi isə Qur'an-ı Kərimdə yer alan məsələlər və mövzulardır. Yəni, biz Qur'an-ı Kərimin mövzularına baxanda görürük ki, hər hansı bir şəxsin, şəxsi fikrindən doğan fikirlər deyil. Bunlar yalnız və yalnız qeybdən xəbər verməkdir. Məsələn, Adəm əleyhissalam belə olub, Nuh belə olub, Həzrəti İsa belə olub, Həzrəti Musa belə olub. Yəni, Peyğəmbər öz elminə və o zamanın elmlərinə istinad edərək belə bir şey deyə bilməzdi. Və eyni zamanda hələ gələcəkdə baş verə biləcək məsələlər də burada yer alır. Demək, Qur'an-ı Kərim bir fəsahət, bəlağət, yəni ədəbi cəhətdən möcüzədir və ikinci cəhətdən isə mövzu olaraq, möhtəva olaraq möcüzədir. Baxın, indi biz Qur'an-ı Kərimi indiki zamanda nə cəhətdən möcüzə bilərik? Heç şübhəsiz onun bəyan etdiyi mövzu cəhətdən. Sadə bir misal deyirəm, bundan da sözümü tamamlayıram. Təsəvvür edin ki, bir alim bir kitab yazır hər hansı bir mövzu barəsində. O, bu kitabı yazmağa başlayanda onun
düşüncəsi müəyyən bir həddə formalaşır və kitabı yazdıqca onun fikri bu mövzu barəsində daha püxtələşir, daha formalaşır və zaman keçdikcə ola bilsin o kitabına yeni əlavələr edir, orada yazılan fikirlərini dəyişir. Amma Qur'an-ı Kərim 23 il nazil olub. Qur'an-ı Kərimin ilk ayəsi ilə son ayəsi arasında mövzu olaraq, mühtəva olaraq heç bir fərq yoxdur. Yəni 23 il ərzində nazil olan bu kitab heç bir formada dəyişilməyib, mövzu olaraq dəyişilməyib, bəyan olaraq dəyişilməyib, üslub olaraq dəyişilməyib. Bu onu göstərir ki, bu kitab vəhyanidir və Həzrəti Peyğəmbərin əbədi möcüzəsidir. Əssalamu aleykum və rəhmətullah.